Polşa MiG-29 qırıcılarını tədricən Kiyevə təhvil verməklə Ukraynaya hərbi yardımı davam etdirməyə hazırdır. Polşa Xarici İşlər Nazirinin sözlərinə görə Varşava Kiyevə hərbi yardıma öz tövhəsini orduda xidmətdən çıxarılan MiG-29'ların mərhələli şəkildə təhvil verilməsi ilə edəcək. Maraqlıdır, qırıcının texniki göstəriciləri nələrdir? İndiki məqamda MiG-29 qırıcıları müharibə üçün nə dərəcədə faydalıdır? Araşdırmışıq. Rusiyanın Birləşmiş Aviasiya Korporasiyasının törəmə müəssisəsi olan Mikoyan şirkəti tərəfindən hazırlanan 4-cü nəsil MiG-29 qırıcıları ilk dəfə 1983-cü ildə istismara verilib. İndiyə qədər 1300 ədəddən yuxarı istehsal olunan texnikalar ən çox ixrac və istifadə edilən qırıcılar siyahısında ilk beşlikdədir. Qırıcının istehsal olunmasında ilkin məqsəd düşmən qırıcıları ilə havada mübarizə aparmaq hesab olunsa da, sonradan ona əlavə edilmiş yüksək dəqiqlikli və uzun mənzilli hava səth silahları sayəsində müxtəlif döyüş əməliyyatlarında istifadə edilə bilən çox məqsədli qırıcıya çevrilib. Qırıcının MiG-29M və hərbi dəniz qüvvələri üçün nəzərdə tutulan MiG-29K da daxil olmaqla indiyə qədər bir neçə variantı istehsal olunub. Soyuq müharibə zamanı SSR Birləşmiş Ştatların F-15 və üzərində yeni işlədiyi F-16 qırıcılarına qarşı üstünlüyə ələ almaq üçün MiG-29 qırıcıları üzərində işləməyə başlayıb. Yaradılan yeni təyyarə isə o dövrə qədər yaradılanlarla müqayisədə bir çox yeniliklərlə təchiz olunub. İlk olaraq qırıcı çox yüksək manevr qabiliyyəti, 9G qüvvətinə dayana bilmə və saatda 2400 km sürətlə uça bilməsi kimi xüsusiyyətləri ilə hava-hava döyüşlərində üstünlüyə ələ aldı. Rus mühəndislər qırıcı üçün hər biri 8300 kiloqram yük daşıya bilən 2 turbojet motor yaratdılar. Sözü gedən motorlar ön tərəfində yaradılan açıqlıq sayəsində hərb sahəsində spin adlanan ani hava təzyiqinə dayana bilir. Həmçinin hər hansı bir zədə aldığı təqdirdə digəri ilə qırıcını salamat formada yerə endirmək xüsusiyyətinə malikdir. Rus mühəndislər ilk dəfə olaraq bu qırıcıda kompozit materiallardan istifadə edərək daha dözümlü və yüngül gövdəyə, qanadlara sahib oldular. Beləliklə, yüksək sürət və dözümlülüyə malik motorlar və güclü qanadlar sayəsində Kobra kimi çətin manevrləri rahatlıqla icra edə bilir. Bu isə MiG-29'ların hava-hava döyüşlərində rəqib qırıcılara qarşı böyük üstünlük qazanmasına şərait yaradır. O dövr üçün dizayn edilmiş ən müasir və sürətli analiz etmə qabiliyyətinə malik qırıcı radarları da məhz MiG-29'larda istifadə edilib. Sözü gedən radarlar uzaqlıqdakı düşmənləri, eləcə də yerdəki hədəfləri rahatlıqla görə bilir. Gövdə altı sensorları, izləmə və hədəfləmə sistemləri sayəsində kəşfiyyat uçuşları həyata keçirə bilən texnikalar sonradan əlavə edilən müxtəlif tipli sistemlərlə multi-rol qırıcılarına çevrilib. Üstəlik, pilot başlığı üzərindən birbaşa hədəfləmə sistemi də ilk dəfə MiG-29'larda yaradılıb. Uzun məsafə uçuşları həyata keçirmək üçün əlavə benzin çənləri ilə təchiz edilən qırıcıların bəzi yüksəldilmiş modelləri havada da yanacaq qəbul edə bilir. MiG-29 qırıcıları dövrünə görə böyük yeniliklərlə gəlsə belə 4 və 5-ci nəsil təyyarələrin gerisində qaldığı üçün bir çox dövlət bu texnikaları başqası ilə əvəzləməyə başlayıb. İndiki mərhələdə Polşa hökumətinin qırıcıları utilizasiya etmək əvəzinə Ukraynaya döyüşlərdə istifadə etmək üçün verməsi isə başa düşüləndi. Belə ki, hava-hava döyüşlərində Rus qırıcılara qarşı üstünlük sərgiləyə bilməsələr də MiG-29'lar yerdəki düşmənlərə zərbə, pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsi, kəşfiyyat uçuşları kimi əməliyyatları hələ də rahatlıqla yerinə yetirə bilər. Üstəlik, F-16'lardan fərqli olaraq Ukraynalı pilotların MiG-29 üçün əlavə təlim keçməsinə ehtiyac yoxdur. Onlar bu təyyarələri rahatlıqla idarə edə bilirlər.